Salam, hər vaxtınız xeyir əziz abituriyentlər. Bildiyiniz kimi bugün Eylər Akademiyadan növbəti buraxılış sınaq imtahanı 2 keçirildi. Onun izahını verəcəyik. İlk öncə listeningin mətn formasını göstərirəm sizə. Yəqin ki, listeningi baxmışıq, işləmişik. Mətn forması ilə tanış olaq. Bir-iki cümlə oxuyaq. Most people know about libraries where you can borrow books, but have you ever heard of a library of things? Yəni, əksər insanlar kitabxanadan kitab götürə bildiyini bilirdi. Bəs heç əşya üçün olan kitabxana eşitmişsiniz. This is a new kind of library where people can borrow a wide variety of objects instead of books. Bu deyir ki, insanların kitabdan fərqli olaraq digər əşyaları götürə bildiyi bir kitabxanadır. Yəni, fərqli əşyaları borc götürə bildiyim bir yer. Suallara baxaq. Birinci sualımız nə haqqındadır? Dedik ki, əşya ala bildiyim bir kitabxana. Special place Y bəndi. Place is the land objects. Yəni, əşyaları borc ala bildiyin xüsusi yerlər. Burada cavabımız olacaq Y bəndi. 2-də mətnə görə düz olanı istəyir. A library of things is designed for items people need to use every day. Yəni, bu əşya üçün olan kitabxanalar insanların gündəlik, hər gün istifadə etdiyi əşyalar üçün nəzərdə tutulubdur. Amma mətndən biz görürük ki, bu nəzərdə tutulubdur ki, these libraries lend out items that people may only need to use once or a few times a year. Yəni, insanların yalnız bir dəfə və yaxud da ildə bir neçə dəfə istifadə etdiyi, yəni çox istifadə etmədiyi əşyalar üçün nəzərdə tutulubdur. Ona görə buradan A bəndini çıxarıq. B bəndində a library of things only offers sewing machines and tents. Burada only sözünə diqqət edin. Bu sözlər genəldə cümləni səhv edir. Yalnız tikiş maşını və çadır istifadəyə verir. Amma biz dedik ki, orada fərqli əşyalar, çox istifadə etmədiyin əşyalar ala bilirsən, borc ala bilirsən. Burada nümunə kimi veribdir sewing machine, tikiş maşını və tent, çadır. Amma bu yalnız onlar verilir demək deyil. Yəni, yalnız sözünə görə həmin variantı biz götürə bilmərik. B bəndi də səhvdir. C bəndində a library of things helps people few unused items in their homes. Bu düzgün olacaq C bəndi. Dedik ki, biz oradan çox istifadə etmədiyimiz əşyaları götürürük. Burada da deyir ki, həmin kitabxana insanların evlərində çox istifadə etmədiyi əşyaları saxlamamağa, daha az saxlamağa kömək edir. Yəni, bu C bəndimiz düzgündür 2-də. 3-də a library of things helps people. Yəni, həmin kitabxana kömək edir insanlara. Baxa görə cümlənin ardında nə deyir? Deməli, it helps people to live with less junk. Junk, yəni dağıntı, töküntü in their homes, daha az dağınıqlıq olsun evlərində. Buna kömək edir insanlara. Because they don't have to store a lot of equipment they rarely use. Yəni, nadir hallarda istifadə etdiyi təchizatları, cihazları evlərində yığmaq məcburiyyətində qalmırlar. Yəni, daha az dağıntının, töküntünün olmasına kömək edir. Produce more things for their homes. Yəni, evləri üçün daha çox əşya düzəldə bilirlər, istehsal edə bilirlər. Save money by borrowing items that they don't use often. Yəni, nadir hallarda istifadə etdikləri əşyalar üçün borrowing items, yəni borc alaraq pula qənaət eləyirlər. Bu əslində düzgün variantdır. Baxa görə belə bir şey var idi mi? Çünki oradan borc alaraq həmin əşyanı almamış olurlar. Deməli, burada deyir, baxın. The goal behind establishing the library of things is to reduce waste and help people save money. İnsanlara pula qənaət eləməsinə kömək eləyir. Yəni, bu elə düzgün variantdır. 3-də daha doğrusu B bəndi olacaq. Dörddə nə deyirdim? What is the aim behind creating a library of things? Yəni, bu əşya üçün olan kitabxananı yaratmağın arxasında duran məqsəd nədən ibarətdir? Baxa görə eyni cümlə harada verilibdir? Baxın, orada aim yazılıb, burada goal. Aim və goal elə məqsəd deməkdir. The goal behind establishing a library of things is, cavabımız olacaq, to reduce waste and help people save money. Yəni,
israfı azaltmaq və insanlara pula qənaət eləməkdə kömək eləmək. To reduce waste and help people save money. Yazmışıqsa düzgündür cavabımız. Növbəti açıq sualımıza baxaq. Deməli, by sharing resources, this library help to, yəni əşyaları paylaşaraq bu kitabxanalar yenə kömək edir nəyə? Yenə eyni cümləni mətnindən tapaq. Baxın, by sharing resources, these libraries help to bring neighbors together. Yəni qonşuları bir araya gətirir. Burada cavabımız elə bu üç sözdür. Bring neighbors together yazmışıqsa düzgündür cavabımız. Sonuncu sualda baxaq. 6-cı listeningin sonuncu açıq sualı. Write one adjective from the passage that describes the word instrument. Yəni instrument sözünü təyin edən mətndən bir sifət istəyir. Baxaq görək bunu harda veriblər. Instrument sözünü təyin edən sifətimiz verilibdir burada. Musical instrument. Cavabımız olacaq musical. Bu da oldu 6-cı sualımız. Listeningin sonuncu sualı. Davam edək qrammatika sualları ilə. 7-ci sual. Deməli, chess players kəmiyyət göstəriciləri mövzusuna aid olan bir sualdır. Biz bilirik ki, iki isim yanaşı gəlində sonuncuya baxmalıyıq. Player sözü sayılan cəm isim olduğu üçün maçı çıxıram, elitli çıxıram, plenty of deyə bir şey yoxdur, plenty of var. Bu da qrammatik səhvdir. Few olar, many olar, bir də few olar, yəni cavabımız 1, 3, 6 olur, A bəndi. 8-ci sual əvəzlik mövzusunda demişdik, yadınızdadırsa, biz bilirik ki, özündən sonra birbaşa Z artiklı gələ bilən yalnız 2 dənə əvəzliyimiz var. Birbaşa Z. Both əvəzliyi və all əvəzliyi. Burada cavabımız olur 2, 4, B bəndi. 9-cu sual, make up sentence, yəni cümlə qurmaqdır. Our school team, mübtədamızdır bizim, yəni bizim məktəb komandası. Won cümlənin xəbəridir. Qazandı, tamamlığımız the football match, yəni futbol oyununu. Bir də zaman zərfi sonunda gəlir. Yesterday 4, 5, 1, 2, 3, yəni A bəndi. 10-cu suala baxaq. Jane solves problems among all the students. Sifət zərf mövzusudur. Among nəyin göstəricisidir? Among üstünlük dərəcəsinin göstəricisidir. Zərfin üstünlüyündən danışırıq burada. Həll etmək feilini təyin eləyir. Feili biz zərflə təyin edirik və zərfin üstünlüyündə Z artiklı olmaz, most quickly olacaq D bəndi. 11-ci suala baxaq, yəli hal mövzusudur. Mouses, taste sözü, mouse sözü kökündən dəyişib cəmlənən isimdir. O yəli hala düşəndə mice olur və apostrof S-lə düşür. A bəndi səhvdir. He, she, itdən sonra gələn apostrof S yəli hal deyildi, is idi. C bəndində apostrof S-dən sonra ing-li feil gəlirsə, o feili sifət 1 də ola bilir, gerund ola bilir və gerund olanda cümlədə yəli hal kimi işlənə bilər. Çünki gerund yəli halın tərkib hissəsi ola bilir. Bunu fərqləndirməyin ən rahat yolu nə idi? Baxırdım ki, cümlədə başqa xəbər varmı? Burada 2 dənə apostrof S-dən sonra ing var. Bu D bəndi səhvdir. Who-dan, what-dan, where-dən sonra gələn apostrof S yəli hal ola bilməz. C bəndində cümlədə başqa xəbər olmadığına görə bu xəbər olacaq, yəli hal olmayacaq. Amma bizim burada cümləmizdə Y-də xəbər var. Deməli, apostrof S-dən sonra gələn ing gerunddur və yəli haldır. Y bəndi düzgündür. 12-ci sual article mövzusuna aiddir. She speaks English. English burada dildir. O ingilis dilində danışır. Dil adlarının qabağında article olmaz. Nə zaman olur? Language sözü gələndə o zaman burada Z olacaq, birincidə olmayacaq. B bəndi. 13-cü suala baxaq, əvəzlik mövzusuna aiddir. Deməli, cümləmiz necə cümlədir? İnkar cümlədir. İnkar cümlədə sam və ikinci inkar olmaz. Digər inkar əvəzliklərini çıxıram. Sam və samın törəmələri, no-nun törəmələri gedir. Anybody, anything, biri nəsə, biri kimsə deməkdir. I looked everywhere. Hər yerə baxdım, amma soyuducuda yeməyə kimsə tapmadım olmurdu. Hər halda adam yemirik biz. Cavabımız olur burada D bəndi. 14-cü suala baxaq. Close meaning sinonimlər düzgün istəyir bizdən. Fortnight 2 həftə deməkdir və yaxud da yarım ay deməkdir. Evening axşam. Axşamla 2 həftə sinonim ola bilməz. Burada night'ı görüb elə bilməyin ki, bu gecə deməkdir. Wales-lə rich. Azərbaycan dilindən də bilirsiniz ki, eyni nitq hissələri sinonim, antonim ola bilər. Fərqli nitq hissəsi sinonim, antonim olmur. Wales var dövlət deməkdir. Walesi varlı deməkdir. Burada var dövlət verilib, yəni isim.
Rich amma varlı deməkdir. Bu sifətdir. Bunlar antonim olmur. Joy, happiness, xoşbəxtlik, sevinç. Bunlar amma ikisi də isimdir və sinonimdir. To fight'ın qabağına to qoymuşamsa bu döyüşmək deməkdir, feildir. War amma war müharibə deməkdir. Müharibə isimdir, bu da sinonimdir. Indigenous yerli deməkdir. Sifətdir. Nation, millət, xalq deməkdir. Bu da isimdir. Bunlar da sinonim ola bilməz. Cavabımız olur C bəndi. 15-ci suala baxaq. Sifət cəb mövzusundan linking verbs var idi orada. Bağlayıcı feillər yazıdadırsa, biz bilirik bağlayıcı feillərdir. Sifətlə təyin edirik, zərflə yox. Look bağlayıcı feillərdən biridir. Bundan sonra healthy gəlməli idi. Healthy zərfdir. Sifət qoymalıyıq. Taste də bağlayıcı feildir. Sifət gəlməlidir. Sifət veriblər. 2 düzdür. To be də link verbdir. Interesting olmalıydı. Interestingly səhvdir. Dance amma adi feildir. Adi feilləri biz zərflə təyin edirik. Beautifully verilib. Bu düzdür. 2-4 olacağımız Y bəndi. 16-cı suala baxaq. Most children enjoy. Biz bilirik ki, mostdan sonra sən birbaşa isim yazırsansa, bu sifətin dərəcəsini göstərmir. Çünki sifət gəlməlidir özündən sonraki. Biz onu üstünlük dərəcəsi götürək. İsim gəlirsə, bu adi əvəzlikdir. Əksər mənasını verir. Qabağına sən Z qoya bilməzsən. Enjoy summer. Summer ümumi anlayış kimi, ümumiyyətlə yaydan danışıramsa, artikel işlənmir qabağında. Sayılmayansın mənasında olur özdə. İkinci tərəfdə warmest sifətin üstünlük dərəcəsidir. Bunun qabağına Z qoyarıq. Cavabımız olur burada Y bəndi. 17-ci suala baxaq. Tom did his own work quickly but it took much longer than. Burada hər iki tərəfdə isim yoxdur. Hər iki tərəfdə müstəqil yiyəlik olmalıdır. Deməli, himdir. Burada cümlədə fikir verin, mübtada qoymalıyıq. Him obyekt əvəzliyidir. Obyekt əvəzliyi mübtada ola bilməz. Burada aslı yiyəlik verilib, bunu da çıxaram. Yenə ikinci tərəfə baxsam, hər iki tərəfdə müstəqil istəyir. Məsələn, burada deyir ki, Tom öz işlərini sürətlə bitirdi. Amma mənimki onunkundan daha çox vaxt apardı. Yəni, burada hər ikisi müstəqil yiyəlik əvəzliyi istədiyinə görə bu da asılıdır. Bu obyekt əvəzliyidir. Bunu da çıxıram. Mine took much longer than his həm asılıdır, həm də müstəqildir. Cavabımız olur B bəndi. 18-ci suala baxaq. To persuade inandırmaq deməkdir. To contribute iyanə vermək, töhfə vermək, kömək eləmək, criticize tənqid eləmək deməkdir. To give ideas, effort or money to help something succeed. Bir kəsin, bir şeyin uğurlu olmasına ideya vermək, cəhd göstərmək, pul köməkliyi eləmək. Bu nədir? Töhfə verməkdir. 2-yə olur B bəndi. To express disapproval of someone or something. Bir kəsin və yaxud da bir şeyin bir şeyə narazılığını ifadə eləmək. Bu tənqid eləməkdir. 3-ə olur. Sorry, düz yazmadığı bu 2-yə A bəndi dedik. B yox, B-nin indi deyirik. To give ideas, bu 2-A bəndidir. Criticize, tənqid eləmək 3-ə B bəndi olur. To make someone agree to do something or believe something, yəni bir kəsi bir şeyə və yaxud da bir kəsə inanmağa məcbur etmək, bu inandırmaq deməkdir də, razılaşmağa, bir şeylə razılaşmağa məcbur eləmək, inandırmaq deməkdir. 1C. 1C, 2A, 3B olan variantımız 1C, 2A, 3B, Y bəndi. Davam edirik növbəti. 19-cu sual. Deməli, 19-da zəm var, burada müqayisə dərəcəsi olmalıdır. Müqayisə olursa fiyunu çıxıram. Fiyu ədi müqayisəsi. Mistake sözü sayılan cəm isimdir. Less, little müqayisəsidir. Sayılmayan isimləri təyin edir. Sonra keçək ikinci tərəfə baxaq. More difficult as olmur. More difficult than olur. Biz bilirik ki, as olur ya da more difficult than olmalıdır. Yenə burada as difficult than olmur. As difficult as ola bilər. D bəndi düzdür. As difficult as. 20-ci suala baxaq. Deməli ki, olar kəmiyyət göstəriciləri mövzusunda yeni topluda bəzi hissələr əlavə olunmuşdur ki, a bunch ofdur, a couple ofdur, the majority ofdur, a pair ofdur. Bunlar özlərindən sonra cəm isim istəyirdi. A number ofdur, the number ofdur, cəm isim istəyir. Two bunches of hissəsi düzdür. Two'dan sonra sən ofdan əvvələ baxırsan ki, ismi cəm verməliyik. Amma burada grape sözü də cəm olmalıydı. Bir səhvdir.
Of-dan əvvələ baxıram. Artikli qoyuram, slice olmalıydı. Bu da səhvdir. Hundreds of sheep düzdür. Bu saylar cəmlənib ofla işlənərsə, qabaqlarına təyin edici qoymurduq. Özlərindən sonra da cəm isim istəyirdi. Sheep sözünün təki cəmi eynidir. Mən burada bunu cəm kimi götürə bilərəm. Advice sözü sayılmayan isimdir, cəmlənmir. Two pairs. Bax, bunu dedim. Two pairs of hissəsi düzdür, amma scissors da cəm olmalıydı ki, cəmdə veriblər. Scissors zaten iki hissəli əşyada həmişə cəmdə olur. 3-5 C bəndi. 21-ci suala baxaq. San sözü vahid isimlərdəndir, Z ilə işlənir. To go for a walk deyirik. Və bit sözü də sayıla bilən tək isimdir. Sayıla bilən tək isiminin qabağı boş qalmayacaq. Burada cavabımız olur A bəndi. 22-ci suala baxaq. İşarə əvəzliyi qoyuramsa, isimim cəmdirsə, Z hissəti çıxıram. Z, zos olar. Burada xəbərdən sonra obyekt əvəzliyi gəlir. Obyekt əvəzliyi əvvəlki cümlədəki sözü əvəz eləyir. Trouser sözü cəm isimdir. Onun obyekt əvəzliyi them olmalıdır. Z burada şəxs əvəzliyidir. Şəxs əvəzliyi yalnız mübtəda ola bilər. It də tək isim əvəz eləyir. Cavabımız olur A bəndi. Mətnimizə baxaq. Bir-iki cümlə oxuyaq. An atoll is a ring-shaped island made of corals that surrounds a shallow area of the sea. Atoll deyir ki, dənizin dayaz hissəsini əhatə eləyən və mərcandan ibarət olan, mərcan qayalıqlarından ibarət olan, üzüy formasında olan bir adadır. Most atolls are formed in warm oceans, especially in the Pacific and Indian Oceans. Mülayim sularda yaranır bunlar, xüsusilə də Sakit və Hind okeanlarında olur. They are formed over many thousands of years when coral grows around the top of sinking volcano. Deməli, bunlar formalaşırlar yüzlərlə ilə formalaşırlar, hansı ki, mərcanlar inkişaf eləyir və batan vulkanın yuxarı hissəsinə qalxırlar. As the volcano slowly goes down under the sea, the coral keeps growing upwards, leaving the ring of land around calm blue water. Deyir ki, volkan yavaşca aşağı batdığına görə həmin o mərcanlar yavaş-yavaş yuxarı qalxırlar və mavi, sakit bir forma yaradırlar, üzüy forması yaradırlar torpaqda. Sonra davam edirik. İndi birinci 23-cü suala baxaq. An atoll has very rich soil perfect for growing vegetables. Çox zəngin deyir torpağı var, amma biz bilirik ki, ikinci abzasda yazılıb the soil is not very good for farming. A bəndi səhvdir. Yəni torpaq ferma işləri üçün əlverişli deyil, yaxşı deyil. Develops when coral surrounds a sinking volcano. Yəni batan vulkanı həmin o mərcanlar əhatə eləyəndə formalaşır. Bu düzüydü. Dedik ki, burada deyirdi hətta. Batan vulkanı əhatə eləyirdi. Mərcandan təşkil olunduğunu deyirdi. Vulkanı da əhatə elədiyim burada deyir. Was the top of a sinking volcano. Bu B bəndi düzdür. Is found in cold ocean waters. Burada warm oceans deyirdi. Bu səhvdir. Is high islands that is safe from storms. Yəni, hündür adalardır, uca adalardır və qasırğadan qorunur, təhlükəsizdir. Amma biz bilirik ki, onlar balaca və aşağı olurlar. Buna görə də asanlıqla qasırğa tərəfindən təsir oluna bilir onlara. D bəndi də səhvdir. Is made of rocks that surround a fresh water lake. Bu da səhvdir. Birinci qayalardan təşkil olunmur. Coral, mərcandan təşkil olunur və dəniz, daha doğrusu fresh water lake, təmiz göl suyu ilə əhatə olunmur. Okeanda olur və dənizin dayaz hissəsində olur. Göl falan söhbəti getmir burada. Cavabımız olur B bəndi. Mətnimiz nə haqqındaydı? Mətnimiz üzüy formasında olan və mərcanlardan formalaşan adalar haqqındaydı ki, onların da adı atoll idi. Atolla uyğun gələn, yəni o dediyimiz cavaba uyğun gələn ring-shaped islands made of coral, yəni mərcandan düzələn üzüy formasında adalar. C bəndi. 25-də düz olanı istəyir. Atolls are formed very quickly, often within a single year. Çox sürətlə formalaşır. Hətta deyir, bir ilin içində formalaşırlar. Amma biz bilirik ki, onlar formalaşması üçün yüzlərlə il lazımdır. Sürətlə formalaşıb eləmirlər. Cavabımız olur burada. Daha doğrusu A bəndi səhvdir. The center of an atoll is usually filled with fresh lake water. Yəni, atollun mərkəzi
mərkəzi hissəsində təmiz göl suyu var. Göl ümumiyyətlə harda görsən çıx. Mətndə göldən söhbət getmir. Bu okeanda yerləşir və əsasən də dənizlərin ətrafında olur. Dənizin dayaz hissələrində olur. Yəni dəniz söhbəti var, okean söhbəti var. Göl söhbəti yoxdur. Life and Athens is easy because fresh water and food are plentiful. Deyir ki, Athens'da həyat çox asandır. Çünki təmiz su və qida çoxdur, boldur. Amma biz bilirik ki, buradan the soil is not very good farming, so fresh water and food are often brought from other islands. Və burada deyir ki, təmiz su və qida digər adalardan gətirilir. O zaman burada bol deyilmiş təmiz su. Atolls are low and can be affected by rising sea levels. Bu düzdür. Atolllar aşağı hissədə yerləşir və dəniz səviyyəsinin qalxması onlara təsir edə bilirdi. Burada deyir, baxın. Deməli, sorry, bu deyildi. Burada. Aşağı hissədə yerləşirlər. Because of this, buna görə də onlar asanlıqla təsir edə bilir qasırğalar və dəniz səviyyəsinin artması. Ona görə də burada cavabımız olacaq D bəndi. 26-da what are atolls known for? Nə ilə tanınır? Deməli, atolllar üzük formasında və mərcan qayalarından təşkil olmuş, mərcandan təşkil olmuş adalar idi. Bir düzdür. They are home to many land animals. Belə söhbət mətnində getmir. Yəqin ki, oxumusunuz. Çoxlu heyvanlara ev sahibliyi edir. They attract tourists who enjoy sea activities. Dəniz fəaliyyətlərindən zövq alan turistləri özünə cəlb edir. Bu var idi. These places attract tourists who enjoy diving, swimming and with masks and exploring sea life. Bura çoxlu turistləri, nə bilim, suya baş vurmağı, maska ilə suda üzməyi və dəniz həyatını kəşf eləməyi sevənləri özünə cəlb edir. Ona görə burada 1 ilə 3 düzdür. Cavabımız D bəndidir. 4-də də deyir ki, zəngin torpağı var. Dedik ki, orada torpaq zəngin deyildi. 27-yə baxar. Write the synonym of the given word vulnerable from paragraph 3. 3-cü paragrafdan vulnerable sözünə təyin sinonim, daha doğrusu sinonim verək. Vulnerable həssas, incə deməkdir. Burada delicate, həssas, incə, zərif mənasını verir. Cavabımız olur delicate yazmışıqsa düz yazmışıq 27-də. 28-də to be or go everywhere around something or someone, yəni bir şeyin, bir kəsin ətrafında hər yerdə olmaq, hər yerə getmək. Bu ətrafında olmaq, yəni əhatə eləmək deməkdir. Ki, paragraf 1-də indi o sözü gördük. To surround yazmışıqsa, buradan S atıb, qabağına to yazıram. Feillər cümlədən kənarda məslərdə istifadə olunur. To surround, əhatə etmək. Bir də 29-cu sual, baxa görə 29-da nə deyir? Many people who live in atolls, yəni atolls, həmin o adalarda yaşayan insanlar, həmin cümlənin ardını tamamlayırıq. Bu hissədən başlayır. Depend on fishing and growing coconuts for daily needs. Burada depend on aslıdırlar. Balıq bunu rely ondan əvəz eləyə bilərik. Cümlədə mənası tam uyğun olur. Yəni ona etibar edirlər, güvənirlər balıqçılığa və coconut yetişdirməyə. Sonra growing ilə yaza bilərik. Growing böyütmək, cultivating yetişdirmək deməkdir. Və yaxud da raising yaza bilərik. Bu da yetişdirmək, hətta producing yetişdirmək deməkdir. Bir də burada needs sözünü əvəz eləyə bilən olsa əvəz eləyə bilər. Needs ehtiyac deməkdir. Necessities yaza bilərsiniz. Necessities, requirements yaza bilərsiniz, o da ehtiyac deməkdir. Essentials yaza bilərsiniz, ehtiyac mənası var. Minimum 2 söz əvəz eləyirdik. Siz əvəz eləyə bilərsiniz burada 2-3 sözü. Bir də 30-cu sual inşadır. İnşa dediyimiz minimum 3 sözdən ibarət kiçik bir esse istəyir bizdən. Why is it important for people to protect natural places? Yəni insanlar üçün təbii yerləri qorumaq niyə önəmlidir? Adlı bir sual veribdir bizə. Bu da oldu bizim bugünkü sınavımız 11-ci sinif üzrə izahı. Hər birinizə uğurlar.